Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən biologiya ixtisası üzrə təşkil olunmuş sınağın izahını təqdim edəcəm. Təbii ki, burada metodika suallarına biz nəzər yetirəcəyik və suallar hansı formada düşübdür, bir-bir izahları ilə tanış olaq. Lazım məqamlara da xüsusilə toxunacağam ki, sizlər üçün də aydın olmuş olsun. Təbii ki, mən burada Təhsil İnstitutunun götürdüyü cavabları xüsusilə sizlərə çatdıracağam, amma yeri gələndə öz subyektiv fikirlərimi də sizlər üçün təqdim etmiş olacağam. Belə. Deməli, ondan əvvəl bir məsələyə toxunum. Bizim inşallah ki, müsahibə hazırlıqlarımız iyul ayının 1-dən fəaliyyətə başlayacaq. Müsahibə qruplarına qoşulmaq üçün, bizlərlə hazırlaşmaq üçün müsahibə mərhələsinə bir dəqiqə. Aha, əlimizin yerini təyin edək, müəllimlər üzrə sayın. Hə. Bizlərlə müsahibə mərhələsinə hazırlaşmaq üçün ekranda gördüyünüz nömrənin 051 753 14 84 nömrəsinin WhatsApp hesabına yaza bilərsiniz. Buraya yazan zaman sizə ətraflı məlumatlar göndəriləcək. İyulun 1-dən biz müsahibə hazırlıqlarına start veririk. Yaxşı, indi isə gəlin izahlarımıza keçid edək. Videonu bəyənək zəhmət olmasa və ətrafımızla paylaşaq. Dəyərli rəylərimizə yazmağı unutmayaq. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. İnteraktiv təlim nədir? İlk növbədə biz bunu bilməliyik. İnteraktiv təlim təhsil verən və təhsil alanların qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan təlim deməkdir. Gəlin görək, hansı bu xüsusiyyətə interaktiv təlimə aid oluna bilməz? A-da deyir ki, müəllim mərkəzli yanaşmanın əsas götürülməsi. Cavab A variantı təbii ki. Çünki sualın şərtində interaktiv təlimə aid olmayanı istəyir. A-da deyir ki, müəllim mərkəzli yanaşmanın əsas götürülməsi. Amma biraz əvvəl mən tərifini dedim. İnteraktiv təlim təhsil verən və təhsil alanların qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulmuş proses deməkdir, təlim deməkdir. Əgər biz qarşılıqlı təlimdən, qarşılıqlı əlaqədən danışırıqsa, burada təbii ki, müəllim mərkəzli yanaşması artıq doğru deyil. Bilirsiniz ki, interaktiv təlim şagird mərkəzli yanaşmanı əsas götürür. Belə. Ona görə yanlış adı qalanlar artıq interaktiv təlimə aiddir. Biliklərin yaradıcı tətbiq edilməsi, yeni biliklərin araşdırma yolu ilə öyrənilməsi, qarşılıqlı təlimə üstünlük verilməsi, təfəkkürə əsaslanması hər birisi aiddir. Keçin növbəti suala. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Summativə aid olmayan istəyir bizdən. A-da deyir ki, şagirdlərin nailiyyətlərini qiymət şəklində ifadə etmək. Bəli, doğrudur, bu aid. B-də deyir şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək. Baxın, şagirdin nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək. Summativ gündəlik aparılır ki, əziz müəllimlər. Xeyr, təbii ki. Gündəlik aparılan formativ qiymətləndirmədir. Yəni, gündəlik izləmək deyilən summativin xüsusiyyəti yoxdur. Formativdir şagirdləri gündəlik izləyən. O baxımdan B variantı summativə aid olmayan cavabdır. Bizə deyir ki, hansı aid deyil? B. Qalanlara aiddir. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək, məktəbdə təlimin səviyyəsini müəyyən etmək, təlimin hər hansı bir mərhələsində şagirdlərin nailiyyətlərini qiymətləndirmək, hər birisi summativin xüsusiyyətləridir. B-dən başqa. Gəlin keçək 53-cü sualımıza. 53-cü sual. Aha, qələmimizi götürdük. Tapşırıq belədir. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Bilirsiniz ki, müəyyən qədər burada artıq diqqət tələb olunur. Təbii ki, diqqətli olmaq hər zaman bizim üçün önəmli meyardır, amma keçən illə bu ili müqayisə etsək, fənn-üstü inteqrasiyada müəyyən fərqləri artıq görə bilirik. Hətta bunu dəqiq nümunələrlə isbatlamaq olar. Sadəcə indi onun belə deyim, yeri yoxdur, yeri deyil. Çünki keçən il təsəvvür edinlə başlayan situasiyanı fənn-üstü kimi götürürdülərsə, bu il götürmürlər. Bu artıq yenilik, bu artıq dəyişiklik deməkdir. Və mən bunu əslində məntiqə uyğun kimi götürürəm, yəni düşünürəm. Tutaq ki, bu il artıq təsəvvür edin, zənn edin, fərz edin tipli situasiyaları fənn-üstü kimi götürmürlər. Mən də bundan razılaşıram. Çünki məntiqə uyğundur. Təsəvvür edin deyir, zənn edin deyir. Yəni bu xəyalən baş verir. Real həyatda icra yoxdur ki, mən bunu fənn-üstü götürüm. Elə deyilmi? Bu məsələlər önəmlidir. Bu il belə bir
fərq görə bildik. Amma keçən il dediyim kimi təsəvvür edin olsa belə yenə fənn üstü kimi dəyərləndirilirdi. Sadəcə bu il müəyyən dəyişikliklər var. Sonra amma mən bunu həmişə deyirəm, elə izahlarımızda da xüsusilə vurğuluyordum. Olsun keçən il, olsun əvvəlki il təsəvvür edin olsa da olmasa da mən həmişə xüsusilə vurğulayıram ki, fənn üstü inteqrasiya o zaman götürün ki, onun real həyatda təcrübəsi olsun. Yəni şagird öyrəndiklərini, sahib olduğu bilikləri əgər real həyatda təcrübəyə çevirirsə, bacarığa çevirirsə, təcrübədə yoxlayırsa, bu artıq fənn üstü inteqrasiyadır. Yəni biz burada artıq şəkilçiyə kimi gərək fikir verək. Təbii ki, mən bunu o qədər doğru saymıram. Sadəcə müəyyən qədər diqqətli olmaq lazımdır. Məsələn, sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdı demir. Müəllim şagirdlərə sağlam qidalanma planı hazırlamağı tapşırır. Belə bir yanaşma yoxdur. Tapşırılmışdı. Əslində bunu gərək ki, heç fərz edin, zənn edin, nəsə bunu yerləşdirərdilər hər hansı bir ifadə. Çünki biologiya imtahanı verən müəllimlər Azərbaycan dilindən mükəmməl səviyyədə bilik və bacarığa sahib olmaq məcburiyyətində deyillər. Amma Azərbaycan dilini normal səviyyədə bilməlidirlər, o heç. Amma mükəmməl bilməliyikmi? Şəkilçilər, zaman şəkilçiləri, şəxs onluğu, biologiya müəllimi o qədər mükəmməl bilmək məcburiyyətində deyil. Bu gün amma o tələb olunur. Yəni siz gərək ki, o şəkilçilərə də, şəxs onluqlarına da, zamanlara da müəyyən qədər fikir vermiş olasınız. Burada biz diqqət yetirsək, şagirdlərə müəllim tapşırır yazılmayıb. Yəni hazırda bu baş vermir. Deyir, sizə belə bir plan tapşırılmışdı və siz bu planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Burada işi biraz keçmişə aparıblar, yəni zaman olaraq xüsusilə hazırki zamanı, indiki zamanı vurğulamırlar deyə bunu biz fənn üstü, hazırda real həyatda icra olunur deyə dəyərləndirə bilmirik. Və yerdə qalır bir dənə inteqrasiya. Baxın, planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Büdcənin nəzərə alınması müəyyən qədər riyazi bacarıqlar tələb edəcək. Bir də söhbət biologiyadan gedir, sağlam qidalanma və fənlərarası inteqrasiya görürük. Elə deyilmi? Cavab olacaq C variantı. Yenə deyirəm, hə, Sənan müəllim, subyektiv fikriniz. Mən subyektiv fikrimi biraz əvvəl bildirdim. Yəni biologiya müəllimi gərək Azərbaycan dilində fe'lin zamanları mı olsun, sonra şəxs onluqları falan mükəmməl səviyyədə bilsin ki, buradakı o xırda detalı görə bilsin. Belə, yalnız fənlərarası C variantı. Çünki burada xüsusilə hazırki vaxtı bildirmir. Yəni oturun plan hazırlayın demir. Tapşırılmışdı deyir. Yəni bu zamanı vurğulamır. O baxımdan yalnız fənlərarası. Bu da belə. Keçdik 54-cü suala. Qələmi götürdük. Tapşırıq. Təngənəfəslik, ürək döyünmə, baş gicəmlənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Bu sadəcə bir istiqamətdir. Deyir, bunun üçün tapşırıqdır. Tapşırıq artıq bəllidir. Xəstənin hansı orqanının zədələndiyini biz təyin etməliyik, müəyyən etməliyik. Bu, biliklərimizin icrasına şərait yaradır. Bu sadəcə bir istiqamətdir. Deyir, bunun üçün orqanların funksiyalarını da araşdırmaq lazımdır. Amma önəmli olan bizə verilən tapşırıq nədir? Tapşırıq, baxın, burada bitir artıq. Tapşırıq nədir? Təngənəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyən edin. Yəni, biliklərini burada şagird müəyyən qədər icra edəcək, tətbiq edəcək və yaxud bildiyini nümayiş etdirəcək ki, bu da tətbiq etmə mərhələsinə uyğun gəlir. Ümumiyyətlə, yuxarı təfəkkür səviyyəsinin xüsusiyyəti yoxdur burada. Yəni, başı gicəllənən insanın hansı orqanı ağrıyır? Müəllim təxmini bunu şagirddən soruşur. Mən təbii ki, baş gicəllənməsi dedim ki, sizə rahat versiyada bunu çatdırım. Başı gicəllənən şəxsin hansı orqanı ağrıya bilər, müəyyən et. Burada yuxarı təfəkkürü nəsə yoxdur. Yəni, adam bildiyini nümayiş etdirəcək, bildiyini tətbiq edəcək, icra edəcək. Burada yuxarı düşünmə, yuxarı təfəkkür səviyyəsini tələb edən, tənqid təfəkkürü tələb edən hər hansı bir xüsusiyyət varmı? Yoxdur. Başı gicəllənən adamın hansı orqanı ağrıya bilər, müəyyən et. Mən bilirəmsə, icra edirəm, təyin edirəm situasiyalarda bu simptomlar kimdə ola bilər, hansı orqanda ola bilər, qeyd edirəm. Ona görə tətbiq etməyə uyğun götürə bilərik. Cavab B olaraq dəyərləndirilə bilər. Bunu niyə görə vurğuladım? Bir neçə müəllim
təhlil kimi də bunu düşünürdü, amma yuxarı təfəkkürü hazırda burada nəsə görə bilmirik deyə tətbiq deməyimiz yenə müəyyən qədər normal sayılır. Hə. Sonra gəldik növbəti suala. Bugünkü hazırlanan sualların, belə deyim, ümumiyyətlə il olaraq deyim, keçən il olsun, xüsusilə bu il biz Artenin sınaqlarında da gördük onu, 2023-də buna şamil olunur, 2023-cü il olsun. Hazırlanan suallarda artıq dəqiqlik və aydınlıq standartları ilə yanaşı müəyyən qədər çaşdırıcılıq da var. Əslində çaşdırıcılıq standart deyil. Bu şəxsən mənim öz fikrim, subyektiv fikrimdir. Bir müəllim, bir metodist sual tərtib edən zaman dəqiqliyi, aydınlığı, yəni spesifikliyi qorumalıdır. Amma yanına çaşdırıcı da olsun, çaşdırıcılığı da əlavə edək. Bu çaşdırmağında yenə bir yolu olmalıdır. Yəni e, mən belə düşünürəm və mənim fərziyyəmə görə insanlar da bunu belə götürməlidir. Bu artıq çaşdırıcılıq, dırnaqarası çaşdırıcılıqdır. Mən bunu heç çaşdırma da demirəm və yaxud bunu bir meyar kimi görmürəm mən. Sual tərtib ediriksə, sualımızda bir, sualı hansı məqsədlə tərtib edirik? Məqsədimiz düzgün olmalıdır, dəqiq olmalıdır, aydın olmalıdır ki, qarşı tərəfdə sualda konkret cavab tapa bilsin. 55-ci sual. Bugünkü problemlərdən biri odur. Çaşdırıcılıq adı ilə aləm qatılır bir-birinə. Şagirdlərə iki bioloji prosesin müqayisəsi tapşırılmışdı. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Baxın, burada insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu araşdırmalıyıq və təbii ki, bu artıq məndən yuxarı təfəkkür səviyyəsini istəyir. Yəni bu təhlil və tənqidi təfəkkürə uyğun olan məsələdir. Cavab C variantı, təhlil etmə. Fikir verirsinizmi? İnformasiyaları qarşılaşdırmalıyıq və onlar içərisində hansı prosesin daha əhəmiyyətli olduğunu araşdırmalıyıq. Bu artıq təhlildir. Keçək növbəti suala. Sonra. Təbii ki, indi bəlli məsələ içində bəyəndiyimiz suallar da olur. İndi haqlarına da çox girmək olmaz. Sam ballı bəyənilən suallar olur, amma bəzən də elə xoşa gəlməz və şəxsi düşüncəyə əsasən sanki belə görünür də, şəxsi düşüncəyə əsasən tərtib olunan suallar olur. 2023-cü il buna bariz nümunədir. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəniz effektiv olar. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Fikir verin situasiyaya. Və bu müəllimə mane olur. Şagirdi gözləməli, evə də gec getməli olur. Bunu necə həll edərik? Söhbət bizdən effektiv həll yolunu tapmaqdan gedir. Yəni biz effektiv olanı tapmalıyıq. Bəzən müəllimlər bu hansı effektiv olar? Bu ifadəyə diqqət yetirmədən elə hə bir cavab götürün və bu cavab ona uyğundursa deyim hə budur cavab işarəliyim. Olmaz. Effektiv olanı tapın siz. A-da deyir. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Bayaq dediyim məsələ. Məsələn, müəllim baxır, deyir, hə də bu da olar. Cavab A variantı. Bu da olarla iş bitmir. Çünki sizdən soruşur, hansı effektiv olar. Demir, istənilən birini götürün. Effektiv olanı istəyir. Ona görə A variantını götürə bilmərəm. Çünki bu effektiv həll yolu deyil. Heç bu problem həlli də deyil. B-də deyir, narazılığınızı şagirdə bildirin ki, evdə valideyninə desin. Fikir verin, valideyninə desin. Şagirdə niyə bildirək? C-də deyir, valideynin davranışı barədə məktəb rəhbərinə məlumat verin. Bu, valideynlə öz aramda olan məsələdir və özüm həll etsəm daha yaxşı olar, çıxdı. D variantında deyir, valideynlə danışıb səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışın. Bəli, bundan razıyıq. Valideynlə danışın, fərdi söhbətə üstünlük verin, səbəbini öyrənin və birlikdə həll etməyə çalışın. Ümumiyyətlə, mən bunu hər zaman konflikt həlləri, problemlər, müəyyən mübahisəli situasiyalar olanda xüsusilə vurğulayıram ki, əziz müəllimlər, birinci siz fərdi danışığa üstünlük verin, fərdi söhbətə, empatiyaya üstünlük verin. Yoxsa, hə, aləmi qatın bir-birinə, rəhbərliyə deyim, nə bilim, rəhbər müavininə deyim, ora deyim, bura deyim, gərək yoxdur. Özün şəxsi söhbətlə və çalış ki, problemini aranızda həll edin. Şagirdlərlə də olanda fərdi söhbətə üstünlük vermək lazımdır. Cavab D variantı. Gəlin keçək 57-ci suala.
Müəllim fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər. Fikir verin, deyilənlərdən çıxış edərək suallar verirlər. Biz bunu harda vurğuluyuruq? Deyirik ki, bu üsulun əsas prinsipi suala verilən cavabdan yeni sualın çıxarılmasıdır və burada gedişat belədir. Sual yaranır, bu açıq sual olur, cavablar gəlir, fikirlər deyilir və o fikirlərdən yeni suallar çıxarılır. Bu artıq Sokrat dialoqunun gedişatıdır. Aydındırmı? Gəlin keçək növbəti suala. 58. Hansı fikirlər doğrudur? Doğru olanı istəyir bizdən. Müəllim problem situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərindən qurur. Çox gözəl. Real situasiyalar bu gün günümüzdə xüsusilə yer ayrılası məsələdir. Yəni biz şagirdə real həyatda tətbiq edə biləcəyi bacarıqlar aşılamalıyıq. O baxımdan birlə razılaşırıq. Bu doğrudur. 2. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf elətdirir. Razıyıq. Emosional zəkalılıq şagirddə münasibətlərin idarə edilməsi bacarığını formalaşdırır ki, bu da şagirddə təşkilatçılıq bacarıqlarını, lideri, rəhbəri kimi bacarıqları xüsusilə inkişaf etdirmiş olur. Razıyıq, götürürük. Üçsə deyir ki, strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq asandır. Əksinə, biz deyirik ki, metakognitiv bacarıqlar strategiya deməkdir. Yəni, bir insanın metakognitiv bacarığı varsa, deməli o strateji biliyə sahibdir. Aydındırmı? Strategiyasız olmur. Və yaxud strategiyasız çox asandır deyir. O asan ifadəsini heç işlətmirik biz. Aydınmı? Metakognitiv bilik strategiya deməkdir. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Bu fikirlə də razılaşa bilərik. O baxımdan 4 də götürək. Müşahidə prosesi ilə, müşahidə yolu ilə informasiya emal etmək bacarığı rasional düşüncənin ölçülməsinə imkan verir. Burada bir problem yoxdur. 5-də deyir, dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Təbii ki, biz bundan razılaşmırıq. Çünki eyni şəkildə çatdırma yox, müxtəlif şəkildə çatdırılmanın tərəfdarıyıq. Hətta bunu differensial təlim də bizə deyir. Hətta bunu Robert Gagne 4-cü addımında da bizə deyir. Lev Vygotsky 6-cı strategiyasında, scaffolding strategiyasında bunu bizə deyir. Yəni bizə bu anlayışı bir çox yerdə çatdırırlar. Sonra öyrənmək üçün universal dizaynda təqdimat prinsipi də bunu deyir. Sizə en qədər belə prinsip saymaq olar ki, bu gün dərsin məzmununun ötürülməsində eyni şəkildə çatdırmağı yox, müxtəlif şəkildə, müxtəlif üsullardan istifadə edərək çatdırmağa əsas götürürlər. Baxın, görün nə qədər adam saydı. Qaniye, Vygotsky, differensialı, UDL-i. Ona görə 5 də yanlışdır. Eyni yazıb. 1, 2, 4. Mən özüm ətraflı toxunuram ki, burada mənim məqsədim suala cavab verib keçmək deyil. Ətraflı toxunuram ki, bilmədiklərinizi də öyrənmiş olasınız. Eyni zamanda unutduqlarınızı da xatırlamış olasınız. Keçin növbəti sualımıza. 59. Qələmi götürək. Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Baxın, yenə də burada diqqət edin. Deyir, hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Yəni, istənilən cavabı seçmə. Hansı daha yüksək bacarığı bizə nümayiş etdirir? Onu seç. Bu da uyğun olar yanaşması etməyək. Konkret, net cavab tapaq. Gəlin baxaq. Təklif etdiyi həll məqsədə uyğun deyil. Nə edərik? A-da deyir, mən münasibətlərin pozulmamasını əsas tutaraq yoldaşımı dəstəkləyərdim. Yoldaşını niyə dəstəkləyirsən? Axı adam yanlış həll yolu deyir. Ümumiyyətlə təklif etdiyi həll məqsədə uyğun deyil. Niyə dəstəkləyim? Bu doğru cavab deyil. Sonra C-də deyir, müstəqil şəkildə həll edərdim. Bu da doğru deyil. Çünki komanda yoldaşıdır. Mən komanda yoldaşına və onun fikirlərinə hörmətlə yanaşmalıyam. D-də deyir ki, komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandırardım. Doğru deyil. Bilirsiniz niyə? Bu artıq həmin komanda üzvünün bir növ təcrid olunmasına, kənarlaşdırılmasına səbəb olur və burada müəyyən bir hörmət görmürük biz. Hörmətlə yanaşaq.
E-də deyir ki, yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim. Yenə də yanlışdır. Burada da artıq səhv olduğunu isbatlamaq üçün çalışır. Ondan sonra B variantına baxaq. Yəni bizə şagirdin əməkdaşlıq bacarığının yüksək olduğunu göstərən bir nümunə lazımdır. B-yə baxın. Nəzakətlə fikrimi bildirər, alternativ həll yolları təklif edərdim deyir. Sübut edərdim, belə edərdim, elə edərdim, yox. Nəzakətlə fikir bildirər, alternativ həll yolları təklif edər. B variantı. Və gəldik sonuncu suala, yəni 60-cı suala. 60-cı sual bəlli məsələ kifayət qədər böyük sualdır və çalışacağam ki, bu sualda bir aydınlıq gətirim. Bu sualda bir-iki məsələ var ki, xüsusilə ona diqqət göstərmək lazımdır. Diqqət göstərmək lazımdır. Görün nə deyir? Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird başqa bir şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətlərini davam etdirirlər. Yəni buradan o görünür ki, müəllim dəfələrlə tərbiyəvi söhbətlər aparıb danışıbdı, amma bu qrupa xeyri yoxdur. Onlar hərəkətlərini davam etdirir. Bu situasiyada müəllimin hansı yolla problemi həll etməsi daha məqsədə uyğundur. Artıq bizdən məqsədə uyğun yox, daha məqsədə uyğun olanı istəyir. Yəni ən uyğun versiyanı istəyir. Gəlin baxaq. Gəlin baxaq. Deməli, bu bizə verilən cədvəldir. A-da deyir, e, şagirdlərin davranışını görməzdən gəlin və müşahidələrinizi davam etdirin. Bullyingə məruz qalan şagirdin valideynlərinin rəsmi şəkildə şikayət etmələrini gözləyin. Gözləyin deyir. Bəlkə heç valideyn şikayət etməyəcək. Bəlkə heç valideyn məlumat verməyəcək və ya valideynin məlumatı olmayacaq. Biz nə vaxta kimi gözləyəcəyik və o uşaq davamlı şəkildə bullyingə məruz qalacaq. Nəticəyə heç baxmağa ehtiyac yoxdur, çünki problemin həll yolu heç düzgün deyil. B-yə baxırıq. Bullying edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın və digər şagirdlərlə bu cür davranmağın doğru olmadığı haqqında danışın. Dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın deyir. Bu seçimdirmi? Bu həll yoldumu? Xeyr. Yəni bu cəza əslində onların bu problemi etməməsinə e, garanti vermir, belə deyək. Sonra görün nəticədə nə deyir? Bu cür problem həlli ədalətin qorunduğunu əyani şəkildə şagirdlərə nümayiş etdirir və şagirdlərə bu cür davranışın doğru olmadığı siqnalını verir. Xeyr. Bununla biz razılaşa bilmərik. Çıxdı sıradan. Çünki nə deyir? Cəzalandırın, məktəbdə saxlamaqla və problem bullying hadisəsidir. Bu həmin problemin həllidirmi? Yox. Məsələn, tutaq ki, bir nümunə deyim də. Gedib həkimə deyirsən ki, mənim böyrəyim ağrıyır. Böyrəklərimdə problem var. O götürüb dərman yazır sənə, dərman ürək dərmanıdır. Ürək ağrılarını çəkir. Bu da eyni məsələdir. Bullying edən şagirdlərdə əsas məsələ zorakılığa həvəskar olmaqdır. Yəni o şagirdlər zorakılığı təbliğ edir və buna qarşı içlərində bir maraq var və dəfələrlə bunu edirlər. Mən onu dərsdən sonra məktəbdə saxlamaqla problemi kökündən həll etmiş olmayacağam. Bayaq dediyim o dərman məsələ kimi. Və o problem yenə də nə vaxtsa baş qaldıracaq və ya davam edəcək. C-də deyir ki, bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparın, emosional dəstək göstərin, digər şagirdlərlə onların davranışları haqqında söhbət edin və prosesə məktəb psixoloqunu cəlb edin. Əslində, burada məktəb psixoloqunu da cəlb edin deməyi müəyyən qədər cavabı doğru edir. Burada çünki D variantı da var. Hətta orada işarələdiyim cümlə diqqətdən yayınsa əgər D variantını avtomatik götürmək olar. Söhbət hansı cümlədən gedir? Baxın. Burada nə deyir? Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətini davam elətdirir. Bu dəfələrlə danışmaq ifadəsi əgər bizim gözümüzdən qaçsa,
Avtomatik cavabı D variantı deyəcəyik biz. Çünki D variantı da uyğun cavabdır. Amma biz fikir verməliyik. Dəfələrlə danışıq gedibdir. O baxımdan D-ni götürə bilmirik artıq. D-də nə deyir? Bütün siniflər dəyərləri, insanların fərqli olması haqqında söhbət aparın. Söhbət zamanı heç kəsin adını çəkməyin ki, şagirdlər utanmasınlar, amma davranışlarını düzəltsinlər. Söz yox. Mən bunun hətta nəticə hissəsi də doğru verilirdi. Bu problemin qabarmasının qarşısını alacaq və sülh yolu ilə həll olunmasına şərait yaradacaq. Burada əslində bir problem görünmür. Təkrar deyirəm, bu doğru yanaşmadır. Amma orada biz bu cavabı niyə götürə bilmirik? Orada verilən bu ifadəyə görə dəfələrlə danışıq olub artıq. Şagirdlər yenə öz bildiyini edir. O baxımdan yenə söhbət aparmağın bir anlamı qalmır. Yəni bu yoldur, amma daha məqsədə uyğun yol deyil. Aydındırmı? Bizdən daha məqsədə uyğun istəyir. Qalır cavab C variantı. C-də deyir ki, bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparın, emosional dəstək göstərin, digər şagirdlərlə onların davranışı haqqında söhbət edin, amma davamına baxın. Söhbət edin olsaydı yenə C ilə D-nin bir fərqi olmayacaqdı, eyni məsələ olacaqdı. Davamında deyir ki, prosesdə məktəb psixoloqunu da cəlb edin. Artıq burada görünür ki, müəllim işə daha diqqətlə yanaşır və məktəb psixoloqunu da prosesə dəvət edir. Bundan C ilə razılaşırıq artıq biz. Deyirik C variantı. Yəni daha məqsədə uyğun olan budur. Amma normalda C-də, D-də uyğun cavablardır. Sadəcə daha məqsədə uyğun deyirsə C-dir. Çünki orada deyir dəfələrlə söhbət aparılıb artıq. O baxımdan D-ni götürə bilmirik. Aydındırmı? Baxın, toxundum ha izahına, diqqətli olaq. Hə, E-ni götürmürük. E-də deyir ki, problemi evdə həll etməyə yönəl. Evdə niyə həll etsin? Bəs müəllimin funksiyası nədir məktəbdə? Qaldı cavab C variantı, müəllimlər. Bu da belə. Bu sual böyük sual idi və çox-çox diqqət tələb edən sual idi. Baxın, məsələn, mən bunu əslində o qədər də çaşdırıcı sual demərəm. Bu diqqət tələb edən sualdır. Belə, diqqətli olanda cavabı tapmaq olur. Bəzi suallar olur, mən həmişə onu vurğulayıram. Elə suallar olur, içlərində sualların əksəriyyəti bəyəniləsi, sambalı suallardır. Amma elə suallar da olur içlərində, görürsən ki, dəqiqlik, aydınlıqdan çıxıb məsələ artıq konkret olaraq çaşdırmağa yönəldi. Necə çaşdıra bilərik? Hə, bunlarda təbii ki, müəyyən reaksiyalarımı bildirirəm. Bu da mənim şəxsi fikrimdir. Bu cəhətdən hər birimiz azadıq ki, öz fikrimizi bildirək, fikirlərimizi deyək. Və bəzən olur ki, rəylərdə görürəm, yazırlar. Söz yox, çox baxa bilmirəm. Üzrü sanki geri dönüşlər edə bilmirəm. Amma bəzən yazanlar olur ki, Artinin cavablarına əsasən, müəllim, burada cavab filan variantdır. O onsuz cavabı bilirik. Yəni yazmağın da bir anlamı yoxdur və ya açıqlama gətirməyin də bir anlamı yoxdur. Cavabı onsuz da mən bilirəm. Sadəcə maraqlı olan məsələlər, önəmli olan məqamlara öz subyektiv yanaşmamı da bildirirəm. Yəni burada üzündən oxuyub keçmək mənə nəsə verməyəcək. Bəlkə də indi onu yazan şəxslər siz buna alışmısınız. Hə, daxil olaq videoya və izah adı ilə güya izaha qulaq asırıq. Cavablar oxunur. Hə, burada A, burada B, burada C getdi. Ona izah deyirsinizsə, gedib həmin kanallarda dinləyin izahınızı. Amma mən açıqlama verirəmsə, mən aydın, ətraflı toxunmaq istəyirəmsə, buna müdaxiləyə gərək yoxdur. Onsuz da doğrunun yanlışı mən də bilirəm. Mən subyektiv fikir bildirirəm. Subyektiv yanaşma ilə obyektiv yanaşmanı qarışdırmayaq. Subyektiv fikir bildirmək hər bir kəsin ixtiyarı daxilindədir. Bu cəhətdən hər kəs azaddır. Aydındırmı? Xahişim odur ki, belə, yəni aidiyyatı olmayan məsələləri heç yazmasaq daha yaxşı olar. Məndən sadəcə cavab deməyi gözləməyin. Mən istəyirəm məni dinləyən adamlar müəyyən qədər təcrübələrdən, müəyyən qədər bildiklərimi onlara ötürə bilim, bunlardan yararlansın. Belə. Özünüzdən müğayət olun. İnşallah növbəti prosesdə görüşmək ümidi ilə Allah'a əmanada qalın. Sağ olun.